Yeri gəlmişkən onu deyim ki, burada oturanların hər biri özünə bir xüms günü müəyyən eləməlidir. Xüms günü təyin eləməlidir, kasıbı da, varlısı da, fərqi yoxdur. İmkanlısı, imkansızı. Ola bilər, mən bugün imkansızam, gələn il xüms günüm gələndə imkanım olacaq. Ona görə də hər kəsin ilin ərzində bir gün olmalıdır ki, o gün mənim xüms günümdür. Həmin gün mənim artıq pulumun 1/5-ni mən verməliyim, o mənim deyil. Sən milyon dənə xeyriyyə işi gördün, neynədin? O xüms sənin boynundan götürülmür. Onu sən ödəməlisən. Artıq qalan pulun 1/5. Sərvət qazanmaq yaxşıdır ki, ödəyəcəyin xümsun məbləği artır, xeyir işlərə xərcləməyə imkan yaranır. Dindarlar pul qazanmağı dini vəzifə hesab eləmir özünə, dünyavi iş sayır. Dini vəzifə ancaq meçiddə oturub xütbə dinləmək olur. O din ki, ancaq məscidin içində qalır, o din deyil. Din sənin pul qazanmağı da əhatə eləyir, təhsil almağı da əhatə eləyir. Bütün həyatın hər dəqiqəsinə əhatəsi olmayan bir din deyil. Ruzu qazanmağın ibadətdir. Eyni ilə Allaha yaxınlaşmalısan ruzu vasitəsilə. Amma bu istəyi azad burax bədbəxt eləyəcək insanı. İnsanı həris və tamahkar bir varlığa çevirəcək. Həmin bu istəyi. Bizim vücudumuz müsbətlərlə dolu bir qabdır. Qorxu müsbət xislətdir, nigaranlıq müsbət xislətdir, həsrət müsbət bir xislətdir, hamısı müsbət. İnsan həsrət çəkməsə tövbə eləyə bilməz. Deyirsən ki, heyf mən belə elədim, heyf mən bu şəkildə yaşadım. Nəfs-i ləvvamə Quranda var, özünü danlayan nəfs. Və həmin o həsrət hissidir insanın daxilində. Bu hiss müsbət bir hissdir. Nə qədər dualar, münacatlar yaradıb bu hiss ki, Həzrət Əli deyir, heyf cavanlığımdan. Bu həsrətdir. Yəni, insan istəyir səhvlərini düzəltsin. Həsrət çəkməsə səhvləri düzəltməz. Amma həmin həsrət hissini azad burax, pessimist olacaqsan, bədbin olacaqsan, gedib intihara da çıxacaqsan, özünü öldürəcəksən, həyatına son qoyacaqsan. Sən o qədər də özünü danlamağa haqqın yoxdur, hətta günaha görə də. Nə qədər günah edirsənsə elə, o qədər özünü danlayasan ki, yəni daiməndən heç nə çıxmaz. O, həmin o həsrət hissinin mənfi istiqamətə yönəlməsidir. İnsan gərək fikrinə nəzarət eləsin. İnsanın zehni idarə olunmalıdır, yoxsa xarab olacaq. İnsan zehnində mexaniki, avtomatik işləyən bir hissə var. İnsan ona nəzarət eləməlidir. Özündən asılı olmayaraq işləyən bir hissə var. Və bu bəhsə diqqətlə qulaq assaz, çox faydalanacaqsınız bundan, mən əminəm buna. Bu əlifbadır, başlanğıc və sona qədər də insanı müşahidə edəcək bir haldır. Psixoloqlar deyir ki, insan əgər beynində özündən asılı olmayan bir hissə var ki, avtomatik işləyir. Ona nəzarət eləməsə, onu məhvə sürükləyəcək. Beynin o fəal hissəsi var, o nəzarətsiz qalanda insanın nigaran edici fikirlərə yönəldir. Bütün bu fikirlərin əsli qaynağı yaxşıdır, müsbətdir. Amma insan fikirlərini gərək nəzarətdə saxlasın. Birdən belə oldu, birdən elə oldu, birdən belə oldu, birdən elə oldu. Bütün gün fikrini buna yönəldir və bu fikirlər insanı xarab eləyir. Fikrə nəzarət eləmək mexanizmi olmalıdır. Buna meditasiyada deyirlər. Meditasiya deyirlər elmi terminologiyada. Bəli, insanın fikrindən müğayət olması, diqqətli olması həmin o meditasiyadır. Təqva deyilir dində. Dinimizdə olan təqva sözü həmin bu meditasiyadır. Təqva Quranın dediyi sözdür. Biz bunu belə tərcümə edirik ki, pəhrizkarlıq. Amma tam da dəqiq tərcümə deyil. Bəli, pəhrizkarlıq da var təqvanın içində. Qorunmaq, çəkinmək də var. Sırf qorxu deyil amma.
Pəhrizkarlıq, məsələn, ittəqun nar, oddan pəhriz edin. Bu işlənə bilər. Amma ittəqullah, orada pəhrizkarlıq olmur. Allahdan pəhriz edin, olmaz. Deməli, daha dəqiq mənaları olmalıdır. Daha dəqiq mənasını belə demək olar, müğayət olun. Müğayət olun bizdə var ya, müğayət olun. Müğayət olmaqdır təqva, diqqətli olmaqdır təqva. Diqqət isə həm müsbətə, həm mənfiyə işlənir. Məsələn, qucağında uşaq var, deyir ki, uşaqdan müğayət ol. Yaxud da müğayət ol, yanarsan. Hər ikisində işlənir bu. Həm müsbətdə, həm qorxuluda, həm mənfidə işlənir. Hər bir yerdə işlənir. Təqvalı adam kimdir? Təqvalı adam diqqətli adamdır. Fikirlərinə nəzarət edən adamdır. Təqva nədən başlanır? İnsan zehninə nəzarət eləməkdən başlamalıdır. Zehninə, fikrinə nəzarət eləməkdən başlamalıdır. Bu təqvanın ilk təzahürü budur. Zehni təqva fikirlərin idarə olunmasıdır. İnsan gərək diqqətli olsun ki, fikri hər yerə getməsin. Son dövrlərdə təcrübə elmlər də bu sahədə çox inkişaf edir. Tövsiyə edirəm, bir müəllif var, Daniel Goleman. Bunun psixologiya sahəsində tədqiqatları var, araşdırmaları var. Kimsə oxuyubsa, mən rus dilində ona baxmışam, bilmirəm indi. Başqa dillərdə də olmamış olmaz. Onun belə bir kitabı var, xasiyyətin dəyişmiş xüsusiyyətləri mi deyək, mən tərcümə biraz Azərbaycan dilində məmnun edəriz. Yəni, insan xarakterinin, xasiyyətin dəyişmiş xüsusiyyətləri, dəyişə bilən, dəyişilmiş xüsusiyyətləri. Orada yazır ki, elm təsdiq edir ki, meditasiya, yəni fikrə nəzarət, sizin düşüncələrinizi, beyninizi və cisminizi dəyişir. Cismimizə də müsbət təsir göstərir. İnsanın cismində də dəyişiklik yaradır. Mənfi düşüncə insana mənfi təsir göstərir. Məsələn, deyirsən, rəngi qaçıb, rəngi qaralıb. Bunlar hamısı fikirlərin nəticəsidir. Fikirlər insan sağlamlığına mənfi təsir göstərir. İnsanın orqanizminin sistemini bir-birinə vurur. Fikrin önəmi çoxdur. Bir çox dərmanlardan o sübut edir ki, fikrin idarə olunması insan sağlamlığına daha təsirli kömək edir. Həmin indi Peyğəmbərimizin buyurduğu gecə namazı qılın, sağlam olun. Onun bir cəhəti də budur ki, gecə namazı fikrin təmərküzləşməsinə xidmət edir. Bir sıra başqa faydaları ilə yanaşı. İnsan fikrinə nəzarət eləmək gecə namazı ilə məşq eləyə bilər. İnsan beynində qeyri-şuuri, necədir, təhtəl-şuur deyilir ona, şuuraltı bir hissə var insan beynində, belə bir hissə var. Maraqlıdır ki, o hissə namazda zuhur eləyir, namazda fəaliyyətə keçir. Niyə görə? Çünki namazda sən düşünmürsən heç nə haqqında, bilirsiniz niyə? Bir şey ki, avtomatik çox eləyirsən, o səndən düşüncə tələb eləmir. Bir və düşüncən nə ilənsə məşğuldur. Namaz ki, sən gündə qılırsan, Allahın bir təqdiridir, bu qaydasıdır. Sən ki, namazı hər gün qılırsan, zehnin dayanır onda. Bir və zehin nə ilənsə məşğuldur. Bir də var, namazda zehin dayanır, düşüncə dayanır. Çünki təkrar bir işi görürsən. O şuuraltı hissə işə düşür. Mən sizə çox maraqlı elmi bəhs danışıram, çalışıram sadə dildə danışım. Həmin ki, o andakı düşüncə dayanır, o şuuraltı işə düşür və başlayır orada zuhur eləməyə. Sən hər gün eyni sözləri deyirsən, orada səndən düşüncə tələb eləmir. Avtomatik, Bismillahirrahmanirrahim, Elhamdülillah, Rabbil Alemin, gündəki bir şey deyirsən, maşın sürənlər də necə, təzə-təzə fikir oradadır ki, indi nə inəyim. Sonra fikir də ona yönəlmir, fikir ondan sərbəstləşir. Məsələn, insan maşın sürəndə artıq o işləri avtomatik görür. Namazda da belə bir xasiyyət var, belə bir xüsusiyyət var. Elə ki, düşüncə dayanır, təhtəl-şuur başlayır insanın zehnini istiqamətləndirməyə. Odur ki, ən belə deyək də, mahiyyətində nələr var, özündən ixtiyarsız namazda başlayır beynivə gəlməyə. Namazın belə bir xüsusiyyəti var.
Hərdən bir heç olmasa deyirəm, surəni dəyişin. İxlasdan başqa bir şey olur. Heç olmasa sonra fikirləşin ki, nə oxuyayım? Bu qədər heç olmasa fikirləşək. Çünki namazda biz heç nə fikirləşmirik. Namazda başlayırıq, necə heç nə fikirləşmirik? Namazla bağlı heç nə. Qalan hər şey. Buradakı beyin dayanır, onda fürsət yaranır, şuuraltı başlayır fəal olmağa, işə düşür. Avtomatik daxı namaz. Allah namazı qərar verib, bax diqqət edin buna. Allah namazı qərar verib ki, görsün, insan özü görsün ki, mənim qeyri-şuuri hissəsi beynimin hara gedir asuda qalan kimi. Nə qədər ki, mən bir zehni işlə məşğulam, o hissə donub dayanıb orada. Çünki mənim beynim məşğuldur nə ilənsə. Namazda ki, mən heç bir zehni işlə məşğul olmuram. Bir işi təkrar görəndə zehin ona yönəlmir. Avtomatik yönəlmir. O şuuraltı başlayır çıxmağa üzə namaz vaxtında, namaz hissəsində. Allah namazı bunun üçün qərar verir. Allah namazı qərar verib ki, görsün sən o şuuraltı hissəyə də nəzarət edə bilirsən, yoxsa yox. Yəni, sənin ancaq kənar vasitələr sənin diqqətini yönəldə bilir, yoxsa sənin özündə düşüncə və nə qədər hakimiyyətin var. Çox maraqlı məsələdir bu. Məsələn, sən bir riyazi məsələ həll eləməklə məşğulsan, hansısa bir riyazi məsələ həll edirsən. Sənin zehnin o məsələnin həllinə yönəlib deyəsən, başqa şeydə düşünməyə fürsətin yoxdur. Elədir, məsələni həll edirsən, baş sındırırsan, onda şuuraltı hissə yatıb. Elə ki, sən onu qutardın və artıq düşünməyə bir şey yoxdur, o şuuraltı başlayır sənin beyninə fikir ötürməyə. Namazda da belə olursan. Namazda ki, təkrardır, sən riyazi məsələlər eləmirsən. Sən artıq avtomatik şey edirsən, düşüncə dayanır. Namaz dinin sütunudur, səbəblərindən biri budur. Öz zehninə nəzarətinin gücünü bilirsən, yoxlayırsan namazda. Yoxlayırsan ki, mən nə qədər özümə hakiməm. Allah ona görə namazı, ibadəti cazibəli eləməyib. Kilsələrdə də diskoteka qurublar, oynayırlar, oxuyurlar. Ki, nə var, oynan, diqqəti göy Allaha yönətsinlər, məsələn, kənar vasitələrlə. Biri deyirdi, meçiddə də belə bir şey fikirləşin. Nəsə, cəmaat namazından qabaq, nəsə bir şey. Gətirin, cəmaatın fikrini ona yönətsin. Allah namazı cazibəli eləməyib. Məqsədi var bunda. Təkrar, eyni sözləri təkrar. Ki, sən öz iradənlə şuuraltı idarə eləyəsən. Kənar heç bir müdaxilə yoxdur sənin zehninin düz istiqamətlənmək üçün. Bu yandan da deyir, hələ get cəmaat namazına. Cəmaat namazı lap evimizi yıxır. Dırnaq arası desək, məcazi desək. O bir dənə həm surə deyirdi, onu da demirik. Onu da imam deyir əvəzimizə. Dayanmışıq elə, fikrimiz nədədir? O idarə edir axı. O idarə edir. Avtomatikdən də avtomatik olur cəmaat namazı. Yenə buradan vələzzallin fikirləşsən nə qədər uzadın heç olmasa, bu qədər heç olmasa fikirləşsən. Orada ondan da azadsan. İmam qılır, sən də dayanmışsan özün üçün. Siqnallar gəlir, fikirləşsən, məsələn, gedim kartoşka alaram, falan, eləyirəm, falan. O deyir, Allahu Əkbər, siz getdin rüküyə. Təzdən qalxırsan belə. İndi bir dənə də mükəbbir də qoyurlar. Mükəbbir ilə qışqırırlar, məsələn, yatanlar da ayıldar. Elə bir şey, Allahu Əkbər, yəni durun, rüküyə gedin. Belə bir hal alır namaz, ibadət. Heç bir şey düşünmədən, fikirləşmirsən ki, neçə dənə zikir deyim, asılısan imam cəmaatdan. Yenə belə deyirsən ki, bəlkə bir dənə də artıq sübhan, orada da heç nə, dayanırsan, haçan qalxır. Elə bil ki, sən siqnallarla idarə edir cəmaat namazı. Fikrin tam o şuuraltı zuhur eləyir, səni ağuşuna alır. Ora çəkir, bura çəkir, ora çəkir, bura çəkir. Allah bax özü bu fəzanı yaradır, bax gör kimsən. Bax gör nə qədər fikrivə hakim ola bilirsən. Bax gör sənin təhtəl şuurun nə gündədir. Namaz sizin şəxsiyyətinizin güzgüsüdür. Namazdan sonra da bax buyam mən. Bir an ki fikir tətil oldu, dayandı, gör nələr çıxdı ortaya. Mən sən demə gələk nə ilə sən məşğul olum ki fikrim ona yönəlsin. Biraz ki azad oldum, heç bir fikrimi idarə eləyə bilmirəm. Gözəl bir, ona görə namaz bu qədər təkid olunur. Allah özü fəzanı yaradır. İnsan kimliyi namazda məlum olur. İnsan kimliyi o zaman zuhur edir ki, insan heç nəqdə düşünmür.
Yoxsa kənardan 1000 oyun çıxartsınlar, mənim diqqətimi harasa yönəltsinlər. Onun nə dəyəri var? O sən eləmədin ki, cəlb elədilər. Din çox da bu şeyləri dəstəkləmir. Hamı fikir versiniz, yaxşı danışan xətib axtarır. Oturum, o qədər tənbəlləşmişik biz. Oturum, o kənardakı qəşəng danışsın ki, nəhayət mən cənabın fikrini bir şeyə yönəldə bilsin. O qədər ki, musiqi ilə diqqətiniz bizdə olsun, reklamlara ayrılırıq, tezində qayıdırıq, bir anda kanalı dəyişməyin, falan eləməyin. Bu qədər təsirlər ki, insanın zehnini hər şey əl-ələ verib ki, özünə çəksin. Belə bir zamanda biz yaşayırıq. Fikir oğruluğu ilə məşğuldur. Mühit, fəza. İnsan fikrini idarə eləyə bilmir. Sosial şəbəkələr, televiziya verilişləri falan. Bunlar demirəm, olmasın. Əvvəla o qədər barıtın gərək çox eləməsinlər. Ki, insanlara da zorla deyir ki, mənlə qal. Nə oyunlar çıxardır, ki, heç bir mənası şeydir, birazdan deyəcək, necə deyirlər onu? Biraz sonra deyir, nə deyir, onu deyəcək. Heç nə, baxırsan ki, bir söz də demir, axırda maraqlı. Heç nə, o səsi, küyü, mahnısı mahiyyətindən artıqdır. Bu iflic eləyir insan düşüncəsini, bilirsiniz? Yəni, həmişə öyrəşdirir ki, kənardan səs-küy salsınlar, namazda ona görə yönələ bilmir, namazda kənardan heç nə yoxdur, namaz sən özünlə baş-başa qoyub. Deyir, özün sən, indi görüm, özün, öz düşüncəyi hansı istiqamətə yönəldirsən. Biraz da vaiz cazibəsiz danışanda görsən, yuxulayır. O öyrəşi baxır ki, fikrini cəlb eləsinlər. Heç kəs fikrini cəlb eləmir. Ya çox pis-pis şeylər fikirləşir, mənasız, yəni əhəmiyyətsiz. Ya da ki, yuxuya gedir moizədə. Deyirək, yatır adam onun moizəsində. Hansısa bir nəfər. Bu istəyir ki, bu gərək qəşəng cümlələr qursun ki, bunun diqqətini çəksin. Bunlar hamısı fikrin meditasiyasıdır. Təqva, bax, bütün bu şeyləri əhatə edir, bu anlayışları. Namazda qəribədir, sənin şuuraltın zuhur eləməyə başlayır. Allaha ibadət halında, Allaha bədgüman olmağın ortaya çıxır. Dərdlərin çıxır, ay nə olacaq, necə olacaq? Ay sən Allahın huzurundasan. Nə olacaq? Budur ki, sən onun huzurundasan. Sən indi də nigaransan. Deməli, sən Allaha heç bir zərrə təvəkkülün yoxdur. Sənin bütün içində olan o istəklər, meyllər, fikirlər başlayır həmin anda zuhur eləməyə, üzə çıxmağa. Bilsən, kamil insan kimdir? Psixologlar deyir, bu mümkündür. İnsan qeyri-iradi hesab elədiyi fikirlərin ixtiyarını öz əlinə alması. Öz əlinə alması. Bir arifdir, tanıyırsınız, adını demirəm. Səbəbim var, niyə adını demirəm. Deyir, hər gün 15 dəqiqə axşam oturardıq ailədə, 15 dəqiqə bunun vaxtı vardı. Danışırdıq, gülürdük ailəm, köhnə xatirələrdən danışırdıq. 15 dəqiqə tamamında bu dururdu ayağa. Deyir, bir gün şirin oldu söhbətimiz. Qızı deyir ki, dedim ki, ata bəs bugün çox şirindir, söhbət yaxşıdır. Biraz da çox oturun. Dedi ki, yox da 15 dəqiqə demişəm, sizə bugün şirin olacaq, sabahcı olacaq da onda heç nə. 15 dəqiqə. Deyir, durdu getməyə. Çox da mehriban adam idi. Mənə deyir, mehribançılıqla, şirin dillə dedi ki, bəs qızım, mən gərək proqramımı pozmayam. Deyir, gedəndə dedim, axı, bu ki, indi burada söhbətlər oldu, onsuz da fikriniz qalacaq, yata bilməyəcəksiniz. Deyir, mənə baxdı, dedi ki, mənim fikrim heç nə də qalmır ümumiyyətlə. Mənim fikrim öz ixtiyarımdadır. Mən nə haqda istəyirəm, düşünürəm, nə haqda istəmirəm, düşünmürəm. Budur, bu insanın çata biləcəyi yer. Fikir, oxu tam öz ixtiyarındadır, istiqaməti özü müəyyən edir. İradə edir, düşünür, iradəsini çəkir, düşünmür. Bunu artıq təcrübi elmlər, bəlkə dünənəcən buna əşi ariflər belə inanmazdıq da bu sözləri, danışırsınız da. İndi təcrübi elmlər, gedin mütaliə eləyin də bu sahədə inanmayanlar, inananlar da eləyə bilər. Təcrübi elmlər gəlib bu nəticəyə çıxır ki, bu mümkündür, bəli mümkündür. Praktiki yollarla mümkündür. Təsəvvür edirsiniz, insan beyni buna qadirdir ki, bir an belə öz ixtiyarından, iradəsindən kənar düşünməsin. İnsan buna qadirdir. İrfan bax budur. İrfan deyilir, irfan budur. Ariflər bunu eləyə bilir. Arif öz iradəsi ilə düşünən adamdır. Allahın diqqəti haradadır? Göylər hara baxır? Göylərdə olan varlıqlar hara baxır?
Nəyə baxır? Bir dənə sual verirəm sizə. Göydən bizə baxırlar, yəni nəyə baxırlar? Namaza, oruca, duaya, moizəyə nəyə baxırlar? Göydən bizim fikrimiz hardadır ona baxırlar bütün günü, xəbərimiz var. Bizim fikrimiz göylər üçün önəmlidir. Hər an bu nə fikirləşir? Alimun bizatis sudur. Soruşdular ki, Allah qəlblərin zatından, yəni kökündən, cövhərindən xəbərdardır. O nədir? O fikir, düşüncə. Fikriniz hardadırsa, o önəmlidir. Allah hərdən özü qarışdırır fikrimizi ki, görsün qarışır yoxsa yox. İmtihan budur da elə. Bir hadisə çıxardır. وَلَنَّبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ deyir, biz sizi biraz qorxu ilə imtihan edirlər. Qorxu ilə nə? Bir hadisə olar ki, nigaran olasın, ay Allah, görəsən axırı nə olacaq falan. Fikri düzgün idarə eləsən, eyni hadisəyə iki adam baxar, birinin heç ruhu inciməz, biri isə istiraba düşər. Bu fikirdən asılıdır. Baxır hadisəyə necə baxacaqsan. İbrahim Peyğəmbər oda girir, biz oda girsək nə günlə düşərik? Yəni, təsəvvür eləyin. Allah göstərməsin. Ay Allah, indi mən necə yanacam falan. Həzrət İbrahim bir hadisəyə elə yerdən diqqət edir ki, o da qorxulu olmur. Əslində hadisələrin qorxulu olub olmaması onun həqiqəti deyil, ona bizim baxışımız müəyyən edir, o qorxulu deyilsə yox. Təsəvvür edirsiniz, bu necə böyük bir cümlə idi mən dediyim. Hadisələrin özü necədir, yaxşıdır, pisdir, bunlar hamısı bizim fikrimizdən asılıdır, başa düşürsünüz. Görün, fikir nə qədər qüdrətlidir. Bəhbəh burada demək lazım idi, mənə yox o sözün gücünə. Hərdən biz bəhbəh lazım olmayan yerə deyirik. O bəhbəh bu sözə düşür. Ki, sən təsəvvür etsən, bütün o reallıqlar və sən qorxulu hadisə, hadisənin qorxulusu, qorxusuzu olmur. Qorxulu, qorxusuz səndən asılıdır. Sən baxır, harasına baxırsan, necə baxırsan. Hadisələr qorxulu ya qorxusuz deyil. Hadisələr neytraldır. Sənin ona baxışın onu qorxulu ya qorxusuz edir. Hadisələr neytraldır. Malik Əştər deyir, qara gecədə, zülmət gecədə, adamsız çöldə getsə, bir vəhşi heyvan, yırtıcı heyvan quyruğunu tapdalasa, ya üstünə ayağını qoysa, o ona birdən hürsə, küçənin vəhşi heyvanıdır, gözünü qırpmaz qorxudan. Bu düşüncənin idarə olunmasıdır, bax. Düşüncə haradadırsa, hansı baxışla baxırsansa, heç nə, onun səni hücum eləməsi də, dişləməsi də, heç bir şey səni qorxutmur, narahat eləmir. Bilirsiniz, bu baxış bucağıdır valla, diqqətin nəyə yönəlməsidir. Bir şeir var, fars dilindədir o şeir. Çox gözəldir, inanın, necə gözəl, bilmirəm müəllifi kimdir. Yek çeşmzədən qafil əzanmah nə başi, şayət ki nigahi konəd ağah nə başi. Bilənlər bilir. Deyir, bir an belə ondan qafil olma. Bir an ondan qafil olma. Bəlkə o həmin anda nəzər eləyərsən, bilməzsən, xəbərin olmaz. Bilirsiniz, nə qədər böyük hallardır bu. Bilirsiniz, nə deməkdir bu? Allahdan hər an feyz axır da gəlir. Allah feyz axıdır yerə, insanlara. Belə deyək, böyük həcmlərlə ötürür bizə. O feyz ki, axırı göydən, ondan nə qədər faydalanırsan, diqqətin onda olanda, diqqət bir kanaldır. O feyz sənə ruhuva gəlir, axır. O feyz. Diqqət getdi soyana, o feyz kəsilir. Ona görə deyir ki, yek çeşmzədən bir göz qırpımı qafil əzanma nə başı. Bir and ondan qafil olma. Şayət ki negahi konət ağah nə başı. Bəlkə elə həmin anda sənə nəzər eləyəcək. Xüsusi lütfi gələn vaxt sənin də fikrin başqa yerdə olar. O sənə çatmaz, gəlib nazil olmaz. Elə bir böyük adam səni çağırır, deyir, gəl bura hədiyyən var sənə. Sən də söykənmirsən divara, fikrin gedib fikirləşirsən. Bir dəfə, iki dəfə çağırır, görür, hay vermiş, o da böyük adamdır da. Çağırır. Sonra yanındakılar deyir, səni çağırır, deyirsən, vay fikrim getmişdir başqa yer. O bəlkə ömürdə bir dəfə məni çağıra bilərdi.
Allah hər dəqiqə, hər an öz böyüklüyündən deyib, mənə bax, vəssalam, başqa heç nə istəmirəm. Mənə bax, yəni o proses başlandı. O feyzin ötürülmə prosesi sənin diqqətin ona yönəldiyi qədərdir. Diqqət ki, qopdu, sən ondan qopursan. O feyz gəlir, divarla qarşılaşır, diqqətsizlik divarı ilə. O, sənə ondan o ləzzət feyz nazil olmur. O fasiləsiz axır, təsəvvür eləyin. Nə qədər də istəyirsən, ruhuma tutum verib Allah. O da fasiləsiz Allahdan nazil olur yerə. Sən elə ki ona diqqət edirsən, o feyz gəlir ürəyivə axır. Elə ki diqqətin kəsildi, yəni sən ömrünün axırında hesablayacaqlar. Nə qədər onda diqqətin olub, o qədər əxz eləmirsən. Təsəvvür edirsiniz, fikir nə qədər önəmlidir. Yəni göylərdə bizim onları maraqlandıran ancaq bizim düşüncəmiz və fikrimizdir. İmam Hüseyn məclislərində isə çox şiddətli rəhmət yağışı yağır. Bu yandan da İmam Hüseyn o qədər qurban verdi ki, nəhayət ki, bizim diqqətimizi cəlb eləyir. Çünki görürsünüz çətindir. Görürsünüz nə qədər çətindir. Görürsünüz nə qədər biz dərdən, qabıqdan çıxırıq, çətindir bizə. Amma İmam Hüseynin məclisində ağlayırıq. Ağlamaq nəyin nəticəsidir? Fikir apardı, heç özündən asılı deyil. Görün, biz siz Allah İmam Hüseynə nə qədər borcluyuq. Bilirsiniz, bizim qəlbimizi hansı aləmdən təmasa aparır İmam Hüseyn? Özümüz bilmirik, nə baş verir. Biz elə bilirik, ancaq o müsibətə ağlayırıq. Yox, ağlamaq kanal açır. Səni ən irfani səhnələrlə təmasa aparır. İmam Hüseynin şəhadətinin fəlsəfəsi budur desəm yanılmaram. Səni ən görməli səhnələr, mənzərələr özün də bilmədən qəlbin gedir onlarla təmasa. İmam Hüseyin bu işi onun üçün görür. Fikri birdən-birə necə ki fəsad birdən aparır, dünya fikrim hara getdi. İmam Hüseyin öz şəhadəti ilə o fəsada alternativ güc qoyub ki, qeyri-ixtiyarı aparır səni. Qeyri-ixtiyarı. Övliyaların bütün fikri, zikri fikirləri iləndir. Fikir nə qədər, diqqət hardadır, ona fikir verilir. Mən sizə fikir üçün bunu da deyim, sözümü tamamlayayım. Dünyanı cənnətə çevirən də sənin fikrindir, cəhənnəmə çevirən də. Görün, fikir nə qədər önəmli. Dünya öz-özündə bir dünyadır, elə deyil. Sənin necə yanaşmağın, fikrin dünyanın harasındadır. O sən ya cənnətdəsən, ya cəhənnəmdə. Və dünyanı fikri ilə cənnətə çevirənlər də axirətdə cənnətə gedə bilir.